Assalamu alaikum ve rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Habibi ilahil alemin. Seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. صل على محمد صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. عباد الله أوصيكم ونفسي بتقوى الله. Həm sizə, həm özümə təqvalı olub, istər gizlin, istər aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Bugünkü cümənin ilk xutbəsində Allahın bizə bəxş etdiyi nemətlər barədə danışmaq istəyirəm. Allahın bizə bəxş elədiyi nemətlər saysız hesabsızdır. Nə saysaq bitər, nə sonuna gedib çata bilərik. Və onların hər biri haqqında qısa danışsaq, onların bizə olan xeyrin danışsaq, mahiyyəti barəsində danışsaq, bəlkə bir ömür bizə yetməz ki, Allahın nemətlərinin haqqında mən sizə danışım. Nə sizin ömrünüz, nə mənim ömrüm buna yetməz. Amma mən bugün Allahın bizə bəxş etdiyi nemətlərin içərisində cəmi bir nemət barədə danışmaq istəyirəm. Heç olubmu ki, özünüzə sual vermişsiniz ki, nə vaxtsa və yaxud bu barədə düşünmüsünüzmü ki, Allahın bizə bəxş elədiyi ən dəyərli, ən önəmli, ən qiymətli və ən vacib nemət nədir? Nə verib bizə ki, o nemət olmasa, bütün nemətlər öz məntiqini itirər, bütün nemətlər heçə çevrilər. Bir nemət var ki, o nemətin müqabilində hər şey boşdur. O yoxdursa, heç bir nemətin faydası yoxdur. Söhbət ümumi nemətlərdən getmir ha. Ümumi nemətlər haqqında danışsaq, hamıya verilən nemətlərdən danışmıram. Günəş nemətdir, hava nemətdir, su nemətdir, Qur'an nemətdir, Əhl-i-Beyt nemətdir. Bunlar hamısı ümumi nemətlərdir. Və hamısının da özünə görə vaciblik dərəcəsi var. Əgər ümumi nemətlərin ən vacibindən danışsaq, Qur'an və Əhl-i-Beyt. Peyğəmbərimiz ən vacib və ən gözəl nemətlər bunlardır. Allahın bizə bəxş etdiyi ən gözəl hədiyyələrdir. Amma burada mənim danışacağım bu nemət hər bir fərdə ayrı-ayrılıqda verilən nemətdir ki, onun mislində Allah bizə ikinci bir şey verməyib. Ən ali, ən qiymətli və ən vacib nemətdən söhbət gedir. O elə bir nemətdir ki, başqa heç bir nemət onun əvəzini tuta bilmir. Dünyada nə qədər nemət olur olsun, üstünə ondan 70 dəfə də artığını əlavə elə. O yoxdursa, onun əvəzini tuta bilməz heç nə. Çox uzatmadan keçmək istəyirəm cavaba. Yəqin ki, hər birinizin zehnində bir cavab var. Ki, hansı nemətdir ki, onsuz bütün nemətlərin faydası yoxdur və heç nə onu əvəz eləyə bilməz. Allahın insana bəxş etdiyi hər bir fərdə, mənə, sənə, burada oturan hər bir adama, bütün bəşəriyyətin hər bir fərdinə bəxş etdiyi ən dəyərli, əvəz olunmaz və vacib nemət insanın özüdür, özümüz. Allahın bizim özümüzü, yəni bizim mənimizi, mən, sən deyirsən mən deyirəm mən, təkəbbür mənasında mən yox ha, kimlik olaraq mən.
Mənimiz var bizim mən. Mən deyəndə kim nəzərdə tutursan? Özünü. Bu öz. Bu öz Allahın yaratdığı ən ali nemətdir ki, insana bəxş eləyib. Allahın bizə verdiyi bu mən olaraq var olmaq var. Mənim mən olaraq yaratması Allahın. Bu ən böyük nemətidir Allahın. Mənim mən olaraq var olmağım olmasa, dünyada nə qədər nemət olur olsun, mənə sənə nə faydası? Əgər mən yoxamsa, nə qədər nemət varsa, nəsə onun yerini tuta bilər? Xeyr. Mən olmalıyam ki, başqa nemətlər də mənə fayda vermək baxımından dəyərə malik olsun. Ən dəyərli nemət qısa, öz olaraq var olmaqdır. Allahın mənim mən kimi yaradıb, mənə həyat bəxş etməsi bu ən böyük nemətidir Allahın mənə. Mənim özüm üçün ən böyük nemətəm. Bunlar bir qədər fəlsəfi bəhslərdir, bir qədər irfani bəhslərdir. Mən çalışacağım çox sadə və hamının başa düşə biləcəyi dildə bir qədər bu haqda danışım, icazə özlə. İnsanda bir şey var, o heç kim tərəfindən insanın əlindən alına bilməz. Bir şey var insanın ki, nəyini əlindən ala bilirsənsə ala bilərsən, bir şeyini ala bilməzsən əlindən. Onun özüdür, onun mənliyidir, kimliyim, mənim var, mənim. O mənimi məndən ala bilməz heç kim. Heç kimə dünyanın qüdrətləri yığışa, sənin mənivi, mənim mənimi məndən ala bilməz. Yəni mənim kimliyim məndən alına bilməz. Məni başqasına çevirə bilməz. İnsanı cismani baxımdan, bioloji baxımdan həyatını əlindən almaq olar. Kimsə kimisə qətl eləyə bilər, öldürə də bilər, əlini də kəsər, başını da kəsər, amma və yaxud onun əlində olan bütün nemətlərin zorla əlindən ala bilər. Paltarın da əlindən ala bilər. Dünyavi həyatın da əlindən ala bilər. Amma ən dərin həqiqət olan mənliyin, yəni onun öz olaraq varlığın onun əlindən heç kim ala bilməz. Heç kim mənim mənliyimi yox eləyə bilməz. Çünki mənim mən olaraq yaradan bir Allah var ki, mən ona məxsusam deyə mənim mənliyimi heç kim yoxa çıxarda bilməz. Ona görə elə ali nemətdir mənliyi ki, heç nəyin vasitəsilə yoxa çıxmır o. Mən olaraq var olduğum halda heç kim mənim mənliyimi məndən qoparda bilməz. Bizim bu özəlliyimiz ki var, bu birbaşa Allah tərəfindən, bu sözü yaxşı yadda saxlayın. Bizim özəlliyimiz, mənliyimiz birbaşa Allah tərəfindən bizə arada heç bir vasitə olmadan verilən ruhumuzdur. Bizim ruhumuz bizə heç bir vasitə olmadan verilib. Bütün nemətlərin verilməsində vasitə var. Nə nemət sayırsız sayın, hamısının verilməsində bir vasitə var. Yeganə bir nemət var ki, ruhumuz. Onu Allah bizə verəndə özü ilə bizim aramızda vasitə qoymayıb. Nəyinsə köməyi ilə verməyib. Ortada aparıb gətirən yoxdur. Onu bizə bəxş etmək üçün vasitələr, səbəblər zənciri yoxdur. Allah birbaşa bəxş eləyib onu bizə. O bizim ruhumuzdur. Birbaşa bizə bəxş olunan və vasitəsiz verilən nemət insanın öz ruhudur. Ruh insanın həqiqətidir. Ruhun varlığı nəticəsində mən olaraq mövcudam. Mənim mənliyim mənim həmin o ruhumdur. İnsandan bu ruhu alsan, bu ruhu götür insandan, onun özündən heç bir əsər əlamət qalmaz. Mənim mən eləyən mənim ruhumdur. Mənim mən eləyən mənim bu gözüm, qaşım, saçım, burnum deyil. Bu göz, qaş, saç var. Bilirsiniz, 3 ildə, mən bir elmi fakt oxumuşdum, bir insanın 3 ildə bədənindəki hüceyrələrə qədər dəyişir hər şey. Yəni, mən 3 il əvvəlki bədənim deyiləm artıq. Onlar çoxdan dəyişilib çıxıb gedib, artıq yeni bədən əlavə olunub mənə. Düzdür, funksiya etibarilə hər şey yerində qalıb. Həmin adamam, zahiri baxımdan. Amma material olaraq həmin varlıq deyiləm. Bəs yaxşı, 3 il əvvəl mənim bədənimin hər zərrəsi indiyə qədər dəyişilibsə, mən niyə dəyişilməmişəm? O mənlik heç vaxt dəyişilmir, yadda saxlayın.
Nəyin dəyişirsə dəyişsin, bütün hər şeyi dəyişsinlər, təzədən sənə qoysalar da belə, amma o mənliyin dəyişməyəcək. O mənlik sabitdir, çünki o ruhdur. İnsandan ruhu alson nə baş verər? Ölməz, heçliyə çevrilər. Ölüm başqa şeydir. Ölüm bu dünyadan başqa aləmə keçiddir. Amma ruhu alson insanın əlindən, yəni ruhunu yoxluq eləsin, ruhunu yoxa çıxarsan, insan heçliyə çevrilər, bir heçə çevrilər. Uca Allah Sad surəsində 71 və 72-ci ayələrdə buyurur ki, bu ayələrə xüsusi diqqət eləyin, bu ayələrin bir qədər mənasını sizə açıqlayacağım. Sad surəsi 71 və 72-ci ayələrdə buyurulur: İz qalə rabbuka lil mələikəti inni xaliqu bəşəran min tinin. Deyir, xatırla ki, bir zaman sənin Rəbbün, Peyğəmbərə deyir Allah, sənin Rəbbün mələklərə belə dedi: Mən palçıqdan, tindən, tin palçıqdır, gil. Mən palçıqdan bir insan yaradacam. Davamında buyurur: فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ. Ona surət verib, öz ruhumdan üfürdüyüm zaman ona səcdə eləyin. Ayəyə diqqətlə baxın. Bu ayə bizim iki yönümüzü bizə başa salır. Deyir ki, bir yönümüz var, palçıqdan yaranıb, surət verib Allah, bu, gördüyümüz bu bədən. Bu bədənin bədən olması və qiymətə sahib olması, insana çevrilməsi üçün ona nə bəxş olundu? Min ruhi və nəfəxtu fihi min ruhi. Allah buyurur, mən öz ruhumdan ona üfürdüyüm zaman nə edin? Səcdə edin ona. Bu ayədə Allah bizə üfürülən həmin ruhu özünə nisbət verir. Bu balaca söz deyil. Bəşər övladı, sən, mən, hamımız. Bir kəlmə bunu anlasa insan, başa düşsə burada nə demək istəyir Allah? Bilirsiniz, nə boyda problemlər həll olar bu məsələ ilə? İnsan birbaşa Allahın ruhundan üfürülərək yaranmış varlıqdır. Vasitə olmayıb heç kimin arasında, Allahla bizim aramızda. Birbaşa Allahın öz ruhundan üfürülərək bizim ruhumuz yaranıb. Və insan ruhunun nə qədər böyük əzəmətə və dəyərə malik olduğunu bizə başa salır bu ayə. Sənin ruhun Allahın ruhundan üfürülüb. Birbaşa Allahın ruhundan üfürülərək yaranmışıq. İnsanın ruhu böyük bir həqiqətə sahibdir və birbaşa arada heç bir vasitə olmadan Allaha məxsusdur, Haqqa məxsusdur. Ruh insanda Allahdan olan bir nişanədir. İnsanın bədəninə üfürülən bu ruh nə Allahın ruhunun eyni ilə özüdür və nə də Allahın ruhundan ayrı bir şey deyil. Nə özüdür, nə ayrı bir şey deyil. Allah bütün yaradılmışların içərisində, Allaha bütün yaradılmışların içərisində ən yaxın olan nədir? Məqam etibarilə ruhdur. Bu balaca söz deyil bunlar heç biri. Allaha məqam etibarilə yaradılmışların içərisində ən yaxın olan varlıq ruhdur. Ondan o tərəfə heç kim Allaha yaxın ola bilməz, parça-parça olar. Qüdrəti çatmaz. Heç bir varlıq, neymət, xəlq olunmuş məxluq Allaha ruh qədər yaxınlaşa bilməz. Tutumu olmaz, balaca yaxınlaşan kimi tikə parça olar, yoxluğa çevrilər. Ruhdur yeganə ki, Allaha yaxın ola bildiyi qədər yaxın ola bilər. Və bu yaxınlığın sonu yoxdur. Qüdrətin mənbəyinə yaxın ola bilmək qabiliyyətinə sahib olan bir ruha malikik. Bu bizim özümüzük. İnsan özü Allahın ən böyük ayəsidir, yəni nişanəsidir. Biz ruhun necə olduğun, nə olduğun, materialının necə olduğun və s. bunların hamısını dərk etməkdə acizik, bir mənalı. Yadda saxlayaq. Kimsə sizə desə ki, gəl otur, mən sənə ruhu təsvir eləyim, bilin ki, aldadacaq sizi.
Heç kim ruhu təsvir eləyə bilməz. Onu nəyəsə oxşada bilməz, bənzədə bilməz. Onun varlığını ifadə etmək üçün heç bir sözün qüdrəti çatmaz. Ruhun necəliyindən söhbət gedir. Ruhun mahiyyətindən, materialından söhbət gedirsə, bunu heç kim sizə anlada bilməz. Hətta bir dəfə Yahudi alimləri yığışdılar, dedilər, gəlin Peyğəmbəri yoxlayaq, görək doğrudan da Peyğəmbərdir, yoxsa yox. Müşriklərdən birinə dedilər ki, get Peyğəmbərə sual ver. Sual ver, nə haqda? Ruh barədə. Ruh barəsində. Denən ruh nədir, necədir, nə cürdür? Əgər oturub sizə danışsa, bilin yalan danışır. Yox, desə ki, heç nə bilmirəm ruh haqqında, bilin ki, doğrudur, Peyğəmbərdir. Sözə baxın, bir dənə zəhmət olmasa. Deyir, Peyğəmbər sizə ruh haqda danışdısa yalancıdır. Hətta Peyğəmbər belə. Çünki ruhun mahiyyətini ifadə etməyə sözün qüdrəti çatmır. Bir şey ki Allahdandısa, onu ifadə etmək, onu təsvir etmək mümkün deyil. İndi gələk yavaş-yavaş sözümüzün bu hissəsinə. Dediyim kimi, gəldilər Peyğəmbər sallallahu sual verdilər ki, qoy bunu əvvəlcədə deyim ki, biz ruhun həqiqətin tam mənada anlaya bilmərik. Tam mənada başa düşə bilmərik. Amma nəyin başa düşərik, nəyin bilə bilərik, ruhun xüsusiyyətlərin və nə üçün bizə verildiyin başa düşə bilərik. Bunu anlamaqda gücümüz çatar. Amma nədir ruh, bunu cavab verə bilmərik. Məhz bu səbəbdən də gəlib Peyğəmbər sallallahu sual verdilər. Ya Rəsulallah, ruh nədir? Allahın Rəsulu Allahın əmrin gözlədi. Allah Sad surəsində, üzr istəyirəm, İsra surəsinin 85-ci ayəsində bu ayəni Peyğəmbərə nazil elədi. Buyurdu ki, وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ Ya Rəsulum, səndən ruh haqqında soruşurlar. قُولِ الرُّوحُ min əmri Rabbi. Onlara de ki, ruh Rəbbimin əmrindəndir. Əmrindəndir ruh. Bir kəlmə. Ruh Rəbbimin əmrindəndir. Davamında buyurur. Və mə utikum minəl ilmi illə qalilən. Sizə elmdən az bir şey verilib. Bu ayələr bizə konkret olaraq öyrədir ki, insan ruh haqqında çox az məlumata sahibdir. Bir şey ki, birbaşa Allahın əmrinə məxsusdur, onun haqqında nəsə bilmək mümkün deyil. İki cür aləm var. Qoy bunu da deyim sizə. İki cür aləm var. Əmr aləmi, xəlq aləmi. Xəlq aləmi haqqında insan başa düşə bilər hər şeyi. Gücü çatar. Xəlq aləmi, yəni məxluqlar, yaradılmışlar, bu gördüklərimiz. Bu yaradılmışlar haqqında insan ya az, ya çox, nəyisə öyrənə bilər, təcrübə eləyib. Ben sənə kimya elmi, fizika elmi, astronomiya elmi, biologiya elmi, bunlar hamısı xəlq aləmi haqqında olan elmlərdir. Amma əmr aləmi haqqında insan heç nə bilmir. Əmr aləmi birbaşa Allahın əmridir deyə, ruh da Allahın əmrindəndir deyə insanın ruh haqqında nəyisə öyrənməsi mümkün deyil. Uca Allah buyurur ki, sizə elmdən az bir şey verilib. Yəni siz əmr aləmi haqqında bir şey bilmirsiniz. Siz yalnız xəlq aləmi haqqında nəsə bilə bilərsiniz. İnsan ruhun həqiqətini dərk eləməkdə acizdir. İmam Sadiq əleyhissalam haqqında bu ayə barəsində soruşdular ki, bu ayədə Allah nə demək istəyir? İmam buyurdu. Dedilər, o nə ruhdur ki, elə ki, onun haqqında bizə az məlumat verilib. Bəyəm, yəni ruh nə qədər qiymətli bir şeydir ki, biz onu başa düşə bilmərik? İmam Sadiq buyurdu, ruh Cəbrail və Mikaildən də böyük və əzəmətli olan bir varlıqdır. Ən əzəmətli Cənab-ı Cəbraildırsa mələkut aləmində, Allahın yaratdığı gözəl bəndələrin, onlar da özünə görə bəndədir. Allahın qullarıdır. Onların içərisində ən üstün məqam Cənab Cəbrailindir. Ondan o tərəfə heç kim yoxdur. Amma ruh ondan da böyükdür. Siz təsəvvür edirsiniz ki, sizin hamımızın bir ruhu var ki, Cənab Cəbraildən də üstündür. Ən müqərrəb mələkdən daha böyük qüdrətə və nüfuza sahib olan bir varlığa sahibik biz.
Biz ruh barədə bunu dəqiq bilirik ki, o yaradılmışların içərisində ən əzəmətli olandır. İnsan da məhz o ruhun sayəsində insandır. O ruhun sayəsində biz fərqlənirik başqalarından. Bizim bütün güc və qüdrətimiz var, həmin ruhdan qaynaqlanır. Biz o ruhun sahib olduğu özəlliklərə görə ağlımız var, düşünə bilirik, hər şeyin fərqinə vara bilirik. Ruh bizi dünyada gördüyümüz hər şeydən fərqləndirir və özü də fərqlənir və maddədən fərqli bir mexanizmə sahibdir. Ona görə onu izah eləmək olmur. Material yönü yoxdur deyə izah eləyə bilmirik. Ruhu təcrübə laboratoriyasına salıb nə olduğunu başa düşmək mümkün deyil. Onun nə ilənsə ölçmək mümkün deyil. Sərhədi yoxdur. Sərhəddi olmayan bir şeydən danışırıq biz. Materialı yoxdur. Mexanizmini başa düşmək mümkün deyil. Nə boydadır, nə əzəmət sahibidir, onun heç birini anlaya bilmirik. Mən bir hədis yadıma düşür, deyir, bütün kainatın gözəlliyi və nəhəngliyi bizim hamımızı heyran eləyir də, ulduzlar, qalaktikalar, milyon, milyard kilometrlər kiçik bir ölçüdür bu nəhəng kəhkəşanın müqabilində. İşıq surəti ilə hesablayırlar. Nə bilim, filan galaktikaya qədər, filan məsafə bu qədər. Görürsünüz, insan dəhşətə gəlir. Hətta kainatda elə ulduzlar var ki, günəş onların yanında bir zərrədir. İndi bir söz deyimsə, deyirlər, bu boyda kainat var, bu kainatın hamısını yığıb atsalar bir insanın ruhunun içinə, ruhun içində itib batar. Ruh o qədər əzəmətlidir ki, bütün kainat onun içinə sığışsa birdən, itər batar, ruhun içində gözə görməzsən sən onları. Ruh bütün bunların, bütün kainatın və material aləmin hamısını əhatə eləyə biləcək qədər böyüdür və əzəmətlidir. Çünki birbaşa Allahın özündəndir. Allahın öz ruhundandır. Bu qədər elmi kəşflər olur. İnsanlar bu qədər gözəlliklər yaradırlar. Hamısını bilirsiniz nəyin sayəsində yaradıblar? Ruhun gözəlliyinin sayəsində. Biz bəzən baxırıq, deyirik ki, Allah, yəni bu qədər gözəlliyi yaratmaq olar. Nə qədər olub sizdə ki, bir gözəl əsərin qabağında dayanmısan, ya bir binanın, ya bir nəsə dinləmisən, ya bir gözəl zinət əşyasına baxmısan, az qala insan heyrətindən ağlını itirər ki, insan əli bu qədər gözəlliyi yarada bilər, o gözəlliyi yaradan ruhumuzdur. Ruhda elə bir potensial var ki, elə gözəlliklər yaradar ki, İnsan indiyə qədər nə kəşf eləyibsə, nə yaradıbsa, nə düzəldibsə, nə heyran edici mənzərələr xəlq eləyibsə, insan olaraq, Allahın ona verdiyi ruhun sayəsindədir. Gözəlliyi yaradan Allahın ruhundanıq deyə gözəlliyi yarada bilirik. Qüdrətin mənbəyindən də ruhumuz deyə qüdrəti var. Ruh qüdrətin özüdür. Ruhu belə başa düşək. Mən bir tərif verim sizə ruh haqqında. Ruh yəni enerji, tükənməyən enerji. Ruh yəni nəhəng bir potensial. Bizim hamımızın içində bir nəhəng potensial yatır. İnsan bugün, insana fikir verin, az qala dünyanın hər künc bucağını kəşf eləyib. Hər künc bucağına gedib özün salıb, ora haqqında məlumatı var, öyrənir. Amma insanın öyrənə bilmədiyi bir özəlliyi var, onun özüdür. Hər şeyi kəşf eləyə bilir, özünü tanıya bilmir. Özünü kəşf eləyə bilmir. Məşhur Yunan filosofudur Sakrat. Onun bir gözəl sözü var. Deyirdi ki, insan üçün ən çətin idrak obyekti onun özüdür. Dərk olunmaq üçün ən çətin obyekt, idrak obyekti insanın özüdür. Özünü heç vaxt idrak eləyə bilməyəcək. Ona görə Əmir Əl-Möminin buyurur ki, özün tanıyan Rəbbin tanıyar. İndi hünərin var, tanı özünü. Tanı özünü, ruhu tanı. Gör, tanıya bilərsən. İmam Əli Əsəlam buyurur, deyir, heyrət edirəm, təəccüblənirəm o adama ki, hər itirdiyin axtarır, amma özün itirdiyi halda özün axtarmır, özün tapmağa çalışmır. Mən demirəm ki, biz ruhun həqiqətini başa düşə bilərik, amma ən azından yaxınlaşa bilərik. Ən azından dərk eləyə bilərik nə əzəmətdə bir şeyə sahibik, nə boyda ruhumuz var. Biz ən azından ruhumuzun böyüklüyün və bənzərsiz olduğun fərqinə vara bilərik. Bunun heç olmasa fərqinə varmalıdır insan.
İnsan heç olmasa düşünməlidir ki, məndə bir şey var ki, Allah mənə bir şey bəxş eləyib ki, onun əvəz olunmazdır və alternativi yoxdur. İnsan öz ruhunun xüsusiyyətlərini tanımadan özü üçün nəyin xeyirli, nəyin ziyanlı olmasın heç bir zaman təyin etməsi mümkün deyil. Niyə insanlar çaşır, günahda xeyir axtarır? Səbəbi qısadır, səbəbi sadədir. İnsan ruhunun özəlliyindən xəbərsizdir, ruhunun xüsusiyyətindən xəbərsizdir, böyüklüyündən, qiymətindən xəbərsizdir deyə rahat şəkildə özünü ziyanlı olan bir şeylərə qarşı rəğbətləndirir. Bir çox problemlərin kökündə insanın özünü dərk etməsində, özünü düzgün qiymətləndirilməsində olan yetərsizlik dayanır. İnsan çatmır insana onun ruhunun böyüklüyü. Bu qədər sadə. İnsan düşünə bilmir heç özünün böyük olması haqqında. Bilirsiniz nə qədər insana gülməli gəlir bu mövzular. Elə bilməyin, siz indi dindarsınız, namaz, ibadət əhlisiz deyə, Quran oxuyursunuz deyə sizə rahatdır mövzular. Nə qədər adam bu şeyləri eşitsə gülünc gələr. Sən nə danırsan? Mən bəyəm, nə mənə? Mən elə bildiyin səhər işə, axşam evə, bir qarnım doysun, filan paltarım olsun, maşın filan həbsin, mən elə buyam. İnsanlara gülməli gələr deyərsən ki, sən nəhəng bir varlıqsan. Baxar özünə deyər, mənim haram nəhəngdir. Qızdırmam qalxanda dərman axtarıram, başım ağrıyanda dərman axtarıram. Mənim haramda böyüklüyü var, haramdır mənim uca, nəyim ucadır mənim, sən nə danışırsan? Baxar özünə, bioloji tərəfinə baxar, özünün elə də böyük olmadığının qənaətinə gələr. Çünki insan daha dərinə enmir heç vaxt. Dayaz, üzdə nə görürsə ona baxır, qiymət verir. Kaş insan biraz özünün içinə düşə biləydi. Özünün fərqinə vara biləydi. Öz ruhunun fərqinə vara biləydi. İnsan özünü ya az tanıyır, ya yarımçıq tanıyır, ya da heç tanımır deyə rahat günah eləyir. İnsan özünü tanıya bilsə, özünü tanısa, ruhunu qismən də olsa tanısa, istənilən günahda görər ki, istənilən günah onun ruhuna xəyanətdir əslində. Günah ruha edilən xəyanətdir. Bunun adını belə qoymaq lazımdır. Günah bizim özümüzün özümüzə olan xəyanətimizdir. Günah ruhun namusuna toxunmaqdır. Belə ifadə edeyim də daha rahat. Günah ruhun qeyrətinə toxunmaqdır. Ruhun qeyrəti var, ruhun isməti var, ruhun namusu var. Ona toxunmaq da günah. Günah insanın özünün, ruhunun namusunu ləkələməsidir. Günaha belə başa düşə insan. Ruhunun namusundan söhbət gedir ha. Ruhunun qiymətindən, ruhunun izzətindən söhbət gedir. Biz kaş hiss edə biləydik ki, hamılıqla özümə arzu eləyirəm bunu birinci növbədə. Kaş mən, hamımız hiss eləyə biləydik ki, günah eləyən vaxt ruhumuz nə qədər əziyyət çəkir. Nə qədər əziyyət çəkir. Vicdan nədir? Sual verirəm sizə. Vicdan. Hamımız eşidirik. Filan kəs vicdanlı insandır, vicdansız insandır. Nədir vicdan? Hamıda var o. Düzdür, hamıda var, amma bəziləri onun səsini boğub, susub vicdanları. Fərq etməz, əvvəldən hamıda olur. Vicdan nədir sualına belə cavab verək. Vicdan ruhun ağrısıdır. Ruh ağrımağına vicdan deyirik biz. Ruh bir şey eləyəndə, insan bir əməl eləyəndə ruhun fitrəti ilə, özəlliyi ilə tərs mütənasib oldusa o əməl, ruha zidd oldusa ruh ağrıyır və həmin ağrının adıdır vicdan. Vicdan ruhun varlığından xəbər verən ağrıdır. Kaş elə vicdanla sübut eləyə bilərik biz ruhun özünü. İnsan içində olan vicdanın nəticəsində başa düşə bilməlidir ki, məndə ruh var. Və o gözəldir, o qədər gözəldir ki, pis bir şey eləyəndə ağrıyır. Və ağrısın vicdan kimi bir ruzə verir. Bəzi ideoloji məktəblər deyirlər ki, insan dünyada başlayıb, dünyada da bitən varlıqdır. Əvvəl də dünyadadır, axırı da dünyadadır. Bəzi fəlsəfi, ideoloji, ictimai məktəblər, sosial məktəblər deyirlər ki, insan, üzr istəyirəm, ictimai heyvandır. Bir filosof deyir ki, insan yarada bilən heyvandır. Bir dəstə deyir ki, insan şuurlu heyvandır. Görün, insana nə qədər az qiymət verirlər. Amma din, İslam gəlir deyir ki, insan birbaşa Allah ruhundan üfürülmüş varlıqdır. Və o ruh üfürülən zaman Allah nə əmr elədi mələklərə, səcdə eləyin ona.
O ruh ki ona üfürdüm, o səcdəyə layiqdir. O hörmətə layiqdir, dəyərə layiqdir. Onun qabağında dik dayanmaq olmaz, ruhun qabağında hörmət eləməlisən. Bütün məlakut aləmin bizə səcdə elətdirdi Allah, bizim ruhumuza. Siz başa düşürsünüz Allahın bizə qoyduğu qiyməti. İndi insan o ruhu nə günə salıb, gedib cəhənnəmə düşməsi bilirsiniz nə deməkdir bu? Bütün mələklərin ruhuna səcdə etdiyi insan gedib cəhənnəmə düşürsə nə deməkdir bu? Amma din gəlir deyir ki, insan, səndə bir ruh var. Sən o ruhun sayəsində dünyadan əvvəldə var olmusan, dünyadan sonra da var olacaqsan. Ruhdur səni əbədiyyən yaşadacaq olan. Biz niyə ruh bədənlə əlaqəsini kəsəndən sonra bir sual verirəm sizə? Ölmək deyirik, öldü insan. Ölmək nədir? Yəni ruh bədənlə əlaqəsini kəsir. Səhv anlamayın, ruh bədəndən çıxmır. Çox vaxt belə başa elə bilir ki, ruh bədəndədir. Ruh o qədər balaca mahiyyət sahibi deyil, bədənə girsin. Ruh bədənlə əlaqəlidir, bədənin içində deyil. Bədənin içində ruh deyilən bir şey yoxdur. Ruh sadəcə bədənin hər zərrəsi ilə eyni vaxtda əlaqədədir. Süzülərək əlaqə qurur bədənlə. Və həmin o ruh bədəndən çıxandan sonra, bizim dinlənçəkdə çıxandan sonra, əslində çıxmır, rabitəsi kəsilir. Rabitəsi kəsiləndən sonra insan ölür. Öləndən sonra biz niyə meyyidi, heç adını da çəkmirik, deyirik cənazə, fikir versə artıq heç onu adlandırmırıq. Demirik filan kəs, deyirik meyyidə namaz qılırıq. Filan kəsə namaz qılırıq sözünü də işlətmirik, çünki artıq onun özəlliyi getdi. O məsələn, tutaq ki, hacı filan kəs idi, ya filan kəs əmi idi, ya filan kəs bibi idi. Artıq o özəlliyi getdi onun. Artıq o bir cənazədir. Özəlliyi ruhundaydı, özəlliyi də onu tərk elədi. Artıq ondan yerdə qalan nə oldu? Bir cənazə, bir meyyid oldu. İndi sual verirəm, düşünmürsünüz heç? Niyə bir meyyidə xüsusi şəkildə namaz qılırıq? Onu qüsül veririk, yuyuruq, təmizləyirik, ağ, təmiz kəfənə bükürük, ədəblə, hörmətlə aparıb bastırırıq? Niyə? Qısa cavabı budur. Çünki o bədən vaxtı ilə ən qiymətli olan bir varlıqla əlaqədə olub. Ruhun hörməti nədir ki, hətta o bədənlə əlaqəsini kəsəndən sonra da o bədənə, o ruha görə hörmət eləyirik. O bədən o ruhu daşıyıb, o bədən o ruhla əlaqədə olub deyə qiymətlidir. Onu da qiymətsiz yola salmaq olmaz. Bədənin ruhla kontaktı olub deyə onu gözəl yola salmalıyıq. İnsan ruhu müxtəlif növ aləmlərdən enib gəlib dünyəvi bədənimizlə əlaqələnib və bir sözü də deyim, bunu da yadda saxlayın və yeganə varlıq ruhdur ki, ruhumuzdur ki, varlıq aləmində olan bütün aləmlərdə yaşaya bilmək potensialına malikdir. Heç bir varlığa bu potensial verilməyib. Allah ən yuxarı nöqtə, dünya ən aşağı nöqtə. Allahla dünya arasında nə qədər aləmlər var, mərtəbələr var. Bax, ruh onların hamısında yaşaya bilmək iqtidarına malikdir. Onların hamısında var olmaq iqtidarına malikdir. Ona görə Həzrəti Rasulullah sallallahu Meyrac gecəsində Sidratul Muntəhaya çatanda, ən ali məqama, liqaullaha çatanda Cənab Cəbrail dedi, mən gedə bilmərəm. Buradan o tərəfə bir addım atsam yanaram. Yəni, mənim orada yaşaya bilmək qüdrətinə malik deyiləm. Potensialım yoxdur. Mən orada parça-parça olaram, heçliyə çevrilərəm. Amma ya Rasulallah, sən gedə bilərsən. Çünki səndə bir ruh var ki, o ruhun hesabına sən hər aləmdə var ola bilmək xüsusiyyətinə maliksən. Və yeganə varlıq insan ruhudur ki, varlıq aləmində var olan bütün aləmlərdə yaşaya bilər. İmam Sadiq əleyhissalam buyurur ki, ruh güc və qüdrətə malik olan Allahın varlığındandır. Allah öz qüdrətindən ruha pay verib. Kaş bu sözü tam mənada hamı başa düşəydi. Allah öz gücündən ruha pay verib. Deyə insan güclüdür, yaradır, yaradıcıdır. Deyə insan bu qədər iş görə bilir. Yoxsa insan da olardı arı kimi, qarışqa kimi. Fikir verin, qarışqaya. Yaradıcı ruha malik deyil. Ruhu var ha özünə görə. İnsan ruhu boyda deyil də, söhbət ondan gedir. Yaradıcı ruha malik olan, gücə, qüdrətə, potensiala malik olan yeganə ruhu Allah insana bəxş eləyib.
İnsan ki dünyada bu qədər heyrətamiz əsərlər yarada bilib, onun hamısı ruhun sahib olduğu qabiliyyətə görədir. Ruh elə bir varlıqdır ki, heç kim onun mahiyyətini də, onun varlığını da dəyişdirə və başqa şeyə çevirə bilməz. Ruh o qədər təmizdir ki, təmizlik özü ruhun müqabilində az sözdür. Bunu yaxşı yadda saxlayaq. Təmizlik sözü var, filan şey təmizdir. Onu ruha demək, ruha təhqirdir. Ruha təmizdir sözünü işlətmək olmaz. Ruh təmizliyin də üstündə olan bir şeydir. Ruh fövqəl təmizliyidir. Ruh paklığın da üstündə olan bir şeydir. Ruh o qədər təmizdir, o qədər safdır ki, onu heç zaman zatı etibarilə çirkləndirmək olmaz. İstənilən təmiz şeyi çirkləndirə bilərsən. Amma ruh elə zatən təmizdir ki, onu zatı etibarilə çirkləndirmək və nəyəsə bulaşdırmaq, batırmaq mümkün deyil. Bəs yaxşı sual çıxır ortalığa və deyirlər, ruhu çirklənmiş insan. Filan kəsin ruhu çirklənib, ya ruhunuzu çirkləndirməyin, ruhunuzu təmizləyin. Bunlar nədir bəs? Bu çirklənmə necə baş verir? Necə başa düşək bunu? Çox zaman elə düşünürük də ki, yəqin ruh deyir, məsələn, mən namazda deyir, fikrim Allahda olmur, ya günah çox eləyirəm, ruhum çirklənir. Əslində o çirklənmə bilirsiniz nədir? Ruh heç vaxt çirklənmir. Zatı etibarilə ruhun çirklənməsi mümkün deyil. Sən kimsən ruhu çirkləndirəsən? Bir şey ki Allahdandır, Allahın ruhundandır. Sən nə qədər günah eləyirsən elə onu çirkləndirmək mümkün deyil. O zatı etibarilə pakdır və sən onu çirkləndirə bilməzsən. Bəs nə baş verir? Çirkləndirmə nədir bəs? Qoy sizə izah eləyim. Bir misal çəkim. Qızıl bir külçə təsəvvür eləyin. Qızıl bir külçə. O qızıl külçəni atın palçığın içinə, bulaşdırın palçığa. Gilə, nə bilim, atın nəcisin içinə üzr istəyirəm, bulaşdırın nəcisə. Qızıl palçığa batanda zatı etibarilə mahiyyətin dəyişib palçıq olmur. Sadəcə zahiri parlaqlığı örtülür, zahiri paklığı örtülür. Mahiyyəti dəyişmir qızılın. Yenə təmizləsən görəcəksən bu içində elə qızıl kimi də qalıb. Ruh da bax belədir. Əslində ruhun çirklənməsi, yəni ruhun nurunun qarşısını almaq. Ruhun nurunun qarşısını alaraq onun ətrafına qalın bir pərdə çəkmək. Ruhun özünə toxuna bilməzsən ha sənin. Sənin heç belə bir səlahiyyətin yoxdur ruhu çirkləndirəsən. Sadəcə ruhun ətrafına çirklənmiş hasar örtürsən sən ki onun ruhu üzə çıxa bilmir. Onun nuru üzə çıxa bilmir. Onun gözəlliyi üzə çıxa bilmir. Ruhun çirklənməsi, yəni ruhun gözəlliyinin qabağını almaq. Onun paklığının qabağına sədd çəkmək. İmam Sadiq əleyhissalam buyurur ki, ruh çirkli bir qəlibə salınan lətif bir cisim kimidir. Bir gözəl lətif bir cismi çirkli bir qəlibin içinə salmısan. Lətif nədir bilirsiniz? Allahın adlarındandır lətif. Lətif nəyə deyirlər? Lətif yəni heç bir forması olmayan, ölçüsü olmayan, eni, uzunu olmayan bir varlıq. Ruhun da ölçüsü yoxdur. Onu sadəcə biz qəlibə salırıq. Biz gətirib qəlib içinə qoyuruq onu. Ruhun çirklənməsi, bir misal da çəkim, çirkli şüşənin arxasından günəşə baxmaqdır. Siz ən gözəl mənzərəyə də çirklənmiş bir şüşənin arxasından baxın, onu çirkli görəcəksiniz. Günəşə çirkli bir şüşənin arxasından baxırsansa, o deməkdir ki, günəş çirklidir. Günəşi heç vaxt çirkləndirə bilməzsən. Nə ona atdığın palçıq ona çatmaz, nə güllə ona çatmaz, nə heç bir nöqsan günəşə gəlib çatmaz yer üzərindən ki, sən onu günəşə eləyə biləsən. Belə bir insanın qabiliyyəti və potensialı yoxdur dünyada. Belə bir gücə malik deyil insan. Amma günəşi bəs çirkli göstərən nədir? Günəşlə sənin aranda olan o çirkli şüşə, sənin ruha palçıq atmağın mümkün deyil. Amma ruhla, ruhun zahiri ilə, nuru ilə öz aranda və yaxud da başqalarının arasında bir çirkli pərdə çəkə bilərsən. Əslində çirklənmiş ruh yoxdur. İnsanlarla öz ruhu arasında çirkli pərdə asan insan var. Bax, çirklənmiş ruhu olan insan yəni bu. Ruh çirklənmir. Ruhumuzla cismimiz, ağlımız, istəklərimiz, nəfsimiz arasındakı əlaqə çirklənir. Ruh təmizdir.
İstəyir sənin ağlın da təmiz olsun. Sən nə edirsən? Günah eləməklə ruhla ağlın arasındakı əlaqəni çikləndirirsən. Ruhla nəfsün, istəklərin arasındakı əlaqəni çikləndirirsən deyə sən başlayırsan pis-pis şeylər istəməyə. Ruhun sənin həyatıva nur saçması əvəzinə, onun nurunun qabağını alırsan deyə, o nur saça bilmir deyə sən kənardan çikli adam kimi görsənirsən. Din də gəlir insana, ruhu ilə onun özəlliklərinin arasındakı əlaqəni təmizləmək üçün ki, çiklənib xarab olmasın insan. Din bax bunun üçündür. Ruhla onun özəllikləri arasındakı əlaqəni təmiz saxlamaq üçün. Bütün hər şeyimiz ruhun özəlliyidir. Mən yemək istəyirəm, bu ruhun özəlliyidir. Mən gəzməyi xoşlayıram, öyrənmək istəyirəm, mən ləzzət almaq istəyirəm və s. və ilaxır. Bunlar hamısı ruhun özəlliyidir. Amma bu özəlliklərlə ruh arasındakı əlaqə təmiz qalmalıdır ki, o özəlliklər çiklənməsin, o özəlliklər günahda nəsə axtarmasın. İnsan ruhu ilə bu özəlliklərin arasını xarab edir deyə nə baş verir? O baş verir ki, insan artıq xarab şeylər istəyir. Dünyanın ən yaxşı sürücüsünə bir misal çəkim sizə. Ən yaxşı sürücü ki, dünyada çox gözəl maşın idarə edə bilər. Həmən sürücüyə xarab bir maşın verin, idarə edə bilər. Əyləci tutmayan, qazı işləməyən, sonra mexaniki sürətlər qutusu işləməyən, bunların hamısı xarab olan bir maşını ən yaxşı sürücüyə də versəz, o ilə heç nə bacara bilməz. Düz? Nə olsun ki, ən yaxşı sürücüdür? Bir şey ki, o sürücü ilə o avtomobilin arasındakı əlaqələndirmə mexanizmləri xarabdırsa, o maşını idarə edə bilməz. İnsan ruhu ilə da o ruhun özəllikləri arasındakı əlaqələndirmə mexanizmi xarab olanda, çiklənəndə ruhun nuru azalır. Zatı etibarilə yox ha, zahirə çıxmaq etibarilə azalır və insan çevrilir olur, üzr istəyirəm, zəlalətə düşən alçaq bir varlıq. Din də göndərilib ki, biz öz ruhumuzun potensialını aşkar etmək üçün maneələri aradan qaldıraq. Ruhumuzun qabağına düşən bütün maneələri din yolu ilə aradan qaldıraq, ibadət yolu ilə aradan qaldıraq. Birdən biz əgər öz ruhumuzun sahib olduğu nəhəng potensialı görə bilsəydik, insan dəli olardı, bilirsiniz? Bizə göstərsələr ki, sənin ruhun, qiyamətdə deyirlər, insanlar cəhənnəm və cənnət məsələsi olacaq da, dinimiz bunu bizə gözəl şəkildə hər incəliyinə qədər başa salır. O cəhənnəm deyilən bir yer var, O cəhənnəm deyilən yerin yaranma səbəbini heç düşünmüsünüz? Qısa bir dənə tərif verim. İnsan gedəcək qiyamətdə ona ruhunun potensialını göstərəcəklər. Yəni nə ola bilərdin? Hara çata bilərdin? Hara qədər ucala bilərdin? Nələrə sahib ola bilərdin? Sən nələrə qadir idin? Onu göstərəcəklər ona. Onun içində bir peşmançılıq yaranacaq ki, o peşmançılıq alovu çevriləcək olacaq cəhənnəm. İnsan işdən yanacaq əslində. İnsanın cəhənnəm öz içində qalanacaq kim olduğun potensialını ona göstərəndə. Vuracaq iki əlli başına ki, elə bir təsəvvür edin, bir misal çəkim. Bir adam tanıyırsınız ki, bir ömür ona buna əl açıb bir qarın çörək üçün yaşayıb. Ona buna əl açıb da bir ömür, misal üçün 100 il yaşayıb, 100 ildə dilənçilik eləyib. 3 gün tapıb, 5 gün tapmayıb. Ağrıyıb, həkimə gedə bilməyib, ağrıyıb, dərman ala bilməyib. Amma Allah ömür verib ona 100 il yaşayıb. Ağrı, acı ilə 100 il yaşayıb. İndi can verir. Gəlir bir nəfər ona deyir ki, Abed bax, bir dənə bu evin qapısının kəndarındakı o xalçanı çəkəydin bu tərəfə, onun altında misal üçün neçə milyon manatlıq bir sərvət qızıl var idi. Həmən insan nə vəziyyətə düşər, təsəvvür edirsiniz? Ölüm ondan 5 betər olar onun üçün. Və qiyamətdə belə baş verəcək. Bizim potensialımız bizə görünəndə ruhumuz nə boyda olduğunu görəcək. Nəyə sahib olduğunu görəndə insan onda 2.50 vuracaq başına ki, mən bir ömür getdim dünyada yaşadım, amma bundan xəbərsiz qaldım. Mən bilmədim mən əslində mən kim idim, nə boydaydım. Bizə inandırıcı gələ bilmir bu dünyada ruhumuzun potensialı.
Gəlin etiraf eləyək ki, bəzən nağıl kimi gəlir insana, bəzən əfsanə kimi görünür, bəzən inandırıcı gəlmir. Çünki o qədər ki, dadmır insan ruhunun böyüklüyünü deyə. Bəzən inandırıcı gəlmir. Bədbəxtlik isə odur ki, insan bir ömür yaşasın və bütün ömrünü də ancaq məişət qayğılarına həsr eləsin. Ancaq məişət qayğıları ilə ömür sürsün. Nəticədə özündən də, öz gücündən də, öz ruhunun imkanlarından da xəbərsiz halda dünyadan köçsün. İnsan öz ruhunun potensialını az bir şəkildə üzə çıxara bilsə görər ki, bu vaxta qədər aldığı bütün ləzzətlər var. Onlar hamısı çox elementar, çox sadə şeylər imiş sən demə. Ruhun potensialını üzə çıxartmaq üçündür namaz. Ruhun potensialı üzə çıxsın deyədir oruc. Amma şərti var, hamısının əvvəlində şərti budur, Allah üçün olsa, Allah üçün edilsə, Allah üçün riyasız edilən əməl ruhun potensialını üzə çıxardır. Və sonda bir misal çəkmək istəyirəm sizə. Təsəvvür eləyin, bir kör insana qızıldan bir paltar giyindirmisiniz, adamın gözləri görmür də, heç kimi də yoxdur. Kimsəsiz, gözü görməyən bir insan. Qızıldan və ən qiymətli daşqaşlardan bəzənmiş bir gözəl əba giyindirmiş o adamın əyninə ki, o paltarı satsa bir kəndə alar, bir şəhərə alar. Amma həmin o adamın özünə demirsiniz əynində nə var. Həmin o adamın özünün ki gözü görmür deyə öz potensialında, üstündə olan potensialdan xəbərsiz deyə o həmişə əl açıb dilənəcək. Öz ruhunun potensialından xəbərsiz insanlar da həmin dilənçinin günündədir. Özündə olan imkandan xəbərsiz olan insan, şeytan da ən böyük dünyada aldatması bilirsiniz nədir? Bugün dünyada bir vəziyyət yaradıblar. Artıq dindən, insanın ruhunun böyüklüyündən danışanda gəncləri bir günə qoyublar ki, kim dindən danışır, ələ salırlar, istehza eləyirlər, inanmırlar. Bizi şeytan bir oyun qurub dünyada milyon milyardları da aldada bilib, artıq kimsə bu böyük həqiqətlərdən danışanda ələ salınır artıq. Nəinki qulaq asmırlar, qulaq assalar hardasa başa düşərlər, indi ələ salmaqla məşğuldurlar. Dinin gözəlliklərin, insan ruhunun potensialın, cənnət, cəhənnəm məsələsi, bunlar hamısı bu dəqiqə ələ salınır. Niyə ələ salınır? Çünki şeytan bir oyun qurub ki, insan kimliyindən xəbərsiz qalsın. Üzr istəyirəm, özün heyvan kimi aparsın. Ancaq yesin, yatsın, işləsin, o ləzzətin dalıca, bu ləzzətin dalıca, beləcə geçsin qəbrə və salam, xəbər tutmasın öz kimliyindən. Çünki birdən insan öz potensialından xəbər tutsa, dünyada şeytanın addım atmağına imkan verməz. Dünyanı, elə cənnəti buradan başladar insan. Cənnəti buradan başladar insan. Dünyanı cənnətə çevirər insan ruhunun müqabilində. Bir misal deyim eləsə bu bəsdir. Peyğəmbərimizin ruhunun böyüklüyü deyilmi ki, onun ruhunun gözəlliyi deyilmi ki, 1400 il bundan əvvəl yaşayıb, bu günə qədər o ruhun gözəlliyi gəlib çatıb. Bu günə qədər o ruhun istiliyin, nurun hiss eləyirik. 1400 il bundan əvvəl yaşayasan, ruhun nuru indiyə qədər saça. Bu ruhun gözəlliyidir, bax. Peyğəmbərin nümunəsində Allah bizə göstərdi. Yəni, insan ruhunun potensialını inkişaf elətdirsə, kim ola bilər, nə edə bilər, hara çata bilər, nələr eləyə bilər. Bunlar imamətin, əhl-i beytin, Peyğəmbərin nümunəsində Allahın bizə göstərdiyi nümunələrdir. Və bizim ruhumuz Allahın gözəl sifətlərinin cəm olduğu bir ünvandır. Biz Allahın sifətlərini özümüzə cəm eləyib, o sifətlərə, o xasiyyətlərə sahib ola bilmək potensialına sahibiyik. Bu sizə zarafat gəlməsin. Biz işlədirik ki, təmizlənmək lazımdır. Tez-tez deyirik ya, ruhumuzu təmizləyək, ruh təmizlənməlidir. Təmizlənmək nədir? Təmizlənmək, bax, belə başa düşək bunu. Ruhun özünü aşkar etməsinə şərait yaratmaq. Təmizlənmək, yəni bax budur. Oruç tuturuq ki, təmizlənək. Yəni, nə olur təmizlənəndə? Ruh özünü aşkar etmək üçün potensiala sahib olur. Ruhun önünü açırsan, ruhun qabağını açırsan, ruh nurun aşkar eləyə bilir deyə, yəni təmizlənmək, yəni bu. Cənnət elə bir mənada insanın içində gizlənib. Cənnət bizim ruhumuzun içindədir. Cənnət zatən bizdə var. Cənnət bizim zatımızdadır əslində. Biz cənnət deyirik, gedib görəcəyik. Keçən dəfə danışırdım. O cənnət əslində bizim ruhumuzun özünün qabiliyyətidir. Özünün xassəsidir. Onun içindədir əslində o. İçindədir, yəni bu mənada deyil, cənnət olmayacaq.
Bu mənada ki, ruhla cənnət həmahəngdir. Həmahəngdir. Ruh əslində cənnətdə niyə bezməyəcək? Keçən dəfə izah edirdim sizə, qoy bir cavabı da ne deyim. Çünki ruhun özəllikləri cənnətdə təcəssüm olunacaq. Ruhun potensialı cənnətdə təcəssüm olunacaq. İnsan ki, bir yerdə təcəssüm oluna bilirsə, ruhunun potensialı aşkara çıxa bilirsə, orada heç vaxt bezməyəcək. İnsan o yerdə bezər ki, ruhuna zidd olan nəsə olsun. İnsan ruhuna zidd olan yerdən bezir. Cənnət bezdirməyəcək, çünki ruha müvafiqdir. Və təmizlənmək, yəni ruhda olan cənnət potensialını üzə çıxartmaq. İnsan bu dünyada da istəsə, həmin cənnət potensialını üzə çıxardaraq elə dünyada da cənnəti yaşaya bilər. İmamlarımızdan birin apardılar Bağdada, sürgünə çağırdılar, xəlifə dəvət elədi imamı və imam gəlib ya Samirə şəhəri ya Bağdad. İmamı şəhərə girməmişdən əvvəl dedilər, imama hörmətsizliyi məqsədi ilə onu, üzr istəyirəm, avara adamların, nə bilim, belə quldurların da, belə düzəməlli olmayan adamların yaşadığı, qaldığı bir karvansaraya saldılar imamı. Ki, həmin karvansara günahkar, fasik, avara insanların yığıldığı bir yer idi. İmamı saldılar ora ki, 2-3 gün orada qalsın imam. Ondan sonra şəhərə daxil eləyəcəklər imamı. İmamın dostlarından biri gəldi, gördü ki, imam belə bir pis bir yerdə qalır. İfunəti verir, natəmizliyidir, heç kim təmizləmir, baxmır. Pis bir gündə bir otaqları var. O dövrün indiki dinlənsə oteldə. Karvansaralar indiki dövrün otelini təmsil eləyir. Baxdı imama heyfsizləndi, dedi ki, ya ibn Rasulallah, heyfdir sizin kimi bir insan belə yerdə qalıb, belə başladı deyinməyə ki, uf eləməyə. İmam dedi ki, sənə kim deyir ki, biz pis bir yerdəyik? Sənə kim deyir ki, biz fasiqlər yurdundayıq? Necə imam, bu dəqiqə buradasınız, burada da fasiqlər var, natəmiz insanlar var, belə, elə. İmam işarə elədi, ona dedi, bir dənə zəhmət olmasa, bax. İmam onun gözündən Allahın əmri ilə, izni ilə qeyb pərdəsini çəkdi. O gördü ki, imamın ətrafında çox gözəl bağ-bağçalar var. Bir anın içində mühit dəyişdi, oldu bir cənnət. Gözəlliklər yarandı imamın ətrafında. İmam dedi, biz elə həmişə bu cənnətdəyik. Sən sadəcə görmürsən, bilmirsən, biz ifunətin içindəyik. İnsan istəsə, o cənnətin hissini elə burada yaşaya bilər. Ruhun potensialında cənnət həzzi var. Cənnət ləzzəti var. Sadəcə dünya o qədər örtüb üstünü, yaşayışımız, həyat tərzimiz, mühit, dostlar, tanışlar, qohumlar, insanlar, hamısı elə bir oyunun içində itirmişik özümüzü ki, bizə elə gəlir ki, elə yaxşı da buradadır, pis də buradadır. Elə hər şey buradır, buradan ötəsi yoxdur. Amma din gəlir insana başa salsın ki, səndə böyük bir potensial var və sən istəsən, ən pis yerdə əslində cənnətin içində yaşamış kimi yaşayarsan. Bu sənin ruhunda belə bir qabiliyyət var. Və əbəs yerə Qur'an-ı Kərim buyurmur ki, qad əfləhə mən zakkaha, təmizlənən nicat tapdı. Kim ki ruhunla, ruhunun potensialı ilə, özəllikləri arasındakı pərdəni təmizlədi, o tuflihu, nicat tapdı, qurtuluşa çatdı. Həm bu dünyada, həm axirətdə təmizlənmək lazımdır ki, ruhun potensialı da üzə çıxsın. Bismillahirrahmanirrahim. Vəl-əsr, innəl insənə ləfī xusr, illəl-ləzīnə əmənu və amilus salihati və təvəssav bil-haqqi və təvəssav bis-sabr.